Snayperçini çağırdı. Snayperç gəl, nişan al, bax. Dedi, bəs məsafə çoxdur, qoy biraz yaxınlaşsınlar. Ərazi də bizdən elə bir ki, oraya qədər olan yer boşluqdur. Sadəcə əkin ərazisi şumlanıb. Şumluq ərazi. Şumun içi ilə qaçırıq. Gördü, bir nəfər keçdi. Bir nəfər keçən kimi Camal, İsmailov Camal baş gizir. Silahını qaldırdı. Kapitan şöyle gözləyin. Böyle bir nəfərin dalınca 2, 3, 4, 5, 22 nəfər. Düşmənin bir tağıma qədər şəxsiyyəti. Dedim, komutan, bəs onlar çoxdular. Da deyirsən, narahat olma, mən dediyimi elə. Dedim, oldu. Əliyev Seyidvola Hidayətoğlu, dekabrın 24-ü, 1990-cı ildə Rusiya Federasiyasında anadan olmuşam. Orta təhsilimi Azərbaycanın Quba rayonunda bitirdikdən sonra 2009-cu ildə hərbi xidmətə yollanmışam. 2010-cu ildə xidmətimi bitirib, qayıtdım. Yəni, hərbidə qalmadım. Öyle mülki həyatda özümüzə təsərrüfatla, belə işlərlə məşğul idim. 2016-cı ilə kimi, 2016-cı aprel ayında o ki, müharibə oldu. Böyle birdən dedim ki, yox da, yəni gedəcəm hərbiyə. Qardaşım hərbiçi idi. Onunla məsləhət elədik, getdim sənədlərimi söylədim, amma elədi və belə elədim, yox. Yəni, mən getmək istəyirəm hərbiyə. Bu, mənim sənədlərimi götürdü, verdi hərbi dəniz qüvvələrinə. Yəni, şəhəri, Bakıya. Neysə, üstündən düşdüm, onu getdim, təlim-tədris mərkəzində. Salyanski kazarma deyirlər. Orada hələ idman idi, belə şeylər, turniksat götürürlər bizdən. Yığılmışdı, 1000-1200 nəfər adam idi, o şey, hamısı sənəd verənlər. Orada bir dənə mayor gəldi ki, bəs bir dənə xahiş edirəm, qulaq asın. Bəs bir nəfər yoldaşımız var, xüsusi təyinatlı qüvvələrin nümayəndəsidir. Sizə bir iki sözü var. Durdu, hamımız düzüldü, öpüm. Gəldi, Balkon leytenant idi. Çıxdı sıranın qabağına, mən xüsusi təyinatlı qüvvələrin nümayəndəsiyəm. Özünü təqdim elədi, belə-belə. Oradan sonra dedi ki, bəs xüsusi təyinatlı qüvvələrdə xidmət eləməyə könüllü. Kim gəlmək istəyir? Bax, kursunuz belə olacaq, nə bilim, idmanlarınız belə olacaq, sağlamlığınız indikinin üstündə olacaq. Danışdı. Mən sizə asan yerə də aparmıram. Biraz da kursun elə bir ki, az da olsa, biraz çətinliklərlə, nə bilim, idmanınız səhər, axşam, nə bilim, qaçışdır, çöldə qalmaqdır, ərazidir falan filan. 1150 nəfər, 1150-1200 belə adam idi. Oradan cəmi 4 nəfər çıxdı qabağa, baxdı bizə, boyumuzu, çəkimizi soruşdu, idmanları, idmandakı mülküdən gələn adamları, birində yaxşı, birində pis. Sonra özü başladı. Yenə də çıxış elədi, gördü, yox, çıxan yoxdur. Biraz canlı cəsədli, yəni uşaqları başladı bir-bir seçməyə özü. O üçün 11 nəfər gəldi. Opşi oldu 11 nəfər. Bizdən də əlavə 7'si seçildi. Sonra getdik anket yazmağa. Orada ata, ana, bacı, qardaş, atamın atası, anamın atası hamısı yazırıq. Vətəndaşlığı haradır, nə bilim, doğum tarixləri, hardan anadan olub, sağdırsa, rəhmətə gedibsə, bunlar qeyd edirik hamısı. Orada bir nəfəri çıxartdılar. Atası xarici ölkə vətəndaşı idi. Oradan bir nəfəri çıxartdılar. Biz 10 nəfər qaldıq. 10 nəfər də yazıldı, hamımıza sənədlərimiz yığıldı. Dedilər, bəs sizə gələcəksiniz Qaraybətə, oradan sizə ezamiyyət vərəqəsi gələcək, kursa gələcəksiniz. Deyək olsun, aprelin 23-ü biz getdik Qaraybətə, çağırıldıq. Getdik Qaraybətə, orada formaza bizə verildi, geyindik. Bir həftə idi. Ayın 25-i başladıcı kurs Qaraybətdə, hansı ki, gizirlik, maxeli bir də gizirlik kursu. Başladıq orada, aprelin 25-i, mayın 2-si ezamiyyət gəldi. Həm Əliyev Seyidvola, filankəs çağırırlar o birlərində, gəldik. Bəs sizə ezamiyyət vərəqəsi. Hara? Kursa. İndi biraz sevinirik, biraz həyəcanlanırıq. Mənim də o bayaq dedim, hansı ki, təlim-tədris mərkəzində çıxış oldu, orada könüllü kimi çıxıb qatıldım. Qardaşıma da heç nə demədim. Ta ki, sənədlərim yığıldı, uca qayıdıb gələndə də qardaşıma dedim ki, bəs belə bir şey eləmişəm. Dedim, nə? Dedim, bəs xüsusi təyinatlı qüvvələrə vermişəm sənədlərimi. O, qardaşım durdu, sən neynəmişsən, sən belə elə, sən keçə bilməyəcəksən, burada heç olmasa belə ki, işləyəcəksən, necədir? Sən oradan da keçəcəksən, bundan da qalacaqsan. O kursdan keçildin, burada gələ bilməyəcəksən. Nəsə belə, dedim, yox, keçəcəm inşallah.
Günün bugündə indi 1-2 nəfər var, həmin o Maxile kursunda, Qarabetdə hansı ki bir həftə bir yerdə xidmət elədim uşaqlardır. Arada zəngləşirik. Bugün də deyirlər ki, sən yadımdadır deyib belə bir söz demiş. Nə? Deyirəm, nəyə? Mən həqiqətən yadımdan çıxmışdı. Olay yadıma saldı. Biz sənə dedik ki, sən kursu keçə bilən deyilsən də, ora belə ağırdı filan da, birinin ya bibisi oğlu orada əskərlikdən gedib kəsilib, birinin haradasa. Belə-belə danışırlar mənə. Mən də qayıdıb orada demişəm ki, yəni mənim qoynuma diri ilan da soxsalar, ilan mənim belə tutmasın, qorxduğum bir şeydir. İlanı görəndə belə pis oluram görəndə. Amma ki, öldürməsəm də əl çəkmirəm ondan. Yəni, o öldürməliyim, sağ bıraxma şeyim yoxdur. Dedim, mənim qoynuma diri ilan da soxsalar belə, yəni mən o kursu keçəcəm də, yəni o yanı yoxdur. Getdim, keçdim də, gəldim də, 4 ay, elə bir ki, məndə 4 ay yarım əlaqə, telefon, nə bilim, ünsiyyət, heç nə olmadı kursda. Sırf təcrid olunmuşduq ətrafı aləmlə. Kursa başladıq və kursa başlayanda ilk öncə elə bir ki, birinci, ikinci günü səndən qabında olan normativləri götürürlər. Yəni, nəyi bacarırsansa, bir də sonda kursun axırında. Yəni, nə artırmısan, nə eləmirsən, yəni yarayırsan, yaramırsan. Ümumiyyətlə, yəni insanın idman belə şey öz çalışmandan asılı bir şeydir. Beləncə, kursu da başladıq, 270-280 nəfər başladıq. Yəni, rahatçılığından danışırlar, nə bilim, soruşurlar da bizə hər yerdəki, yəni, necə oldu, yəni, keçə bilərəm, keçə bilmərəm, indi özü hərbidə olub bunu soruşanlar var. Yəni, onu demək istəyim, 270-280 nəfər kursu başladıq, 39 nəfər bitirdi kursu. Yəni ki, çətinlik budur. Əsas psixolojidir, dözüm. Yəni, belə psixolojisi dözəsən gərək. Neynirlər, neynəmirlər, hər şey öz yerində. Orada qəsdən sənə heç nə olunmur. Hər şeyin bir şeyi vardır, yəni məqsədi var. Olunan hər bir hərəkətin, edilən hər bir şeyin məqsədi var. O da ki, hamısı toplaşır axırda sənə bir roza verir, səni ortaya çıxardır. Yəni, dözdün, dözümlüsən, psixoloji, nə bilim, mənəvi, bunları yoxlamaq üçündür. Avqustda da kursumu bitirdim. Göndərdilər bizə hərbi hissəyə. 2016-da. 2019-a kimi orada xidmətimi davam elədim. Orada xidməti davam elədikdən sonra 2019-da 2019-da gəldim. Hərbi hissəsindən yerim dəyişdi, ətraf dəyişdi. Gəldik burada da şükür Allaha. Yəni heç özüm də bilmədən təzədən yenə hamına uyğunlaşdıq. Münasibət zad. 2020. 2020-də biz hazırlaşdıq parada, Moskva paradına. Moskva paradına getdik, iştirak elədik, gəldik. Ondan sonra paraddan qayıdandan sonra başladı haradası iyul ayında, iyul-avqust ayında bizə ciddi təlimlər, ərazi çıxışları. Sentyabr ayının 24-ü, 23-ü, 24-ü çıxdıq əraziyə təlim məqsədi ilə. Çıxarıldıq, getdik, ayın 27-si müharibə başladı. Müharibə başladı, yəni hamı kimi biz də irəlilədik, ayın 28-i Füzuli istiqamətindən girdik döyüşlərə. Ayın 28-i, 29-u gəldik Füzulinin Qaraxanbəyli kəndinə. Orada mövqeyləndik. Gecə hərəkət eləmirdik, gecə dururduq, mühafizəmizi, müdafiəmizi götürürdük, səhər yenə hərəkət edirdik. Qaraxanbəylidə gecə gəldik, xarabalıq idi. Böyük bir ərazi xarabalıq idi, o 92-93-də qalan evlərdir. Yıxıq, daşdan tikilmə evlər. Orada mühafizə, müdafiəmizi götürdük, mövqeyləndik. Səhər, ayın 29-u, səhər saat 6-ya qalmış belə. Biz olduğumuz yerdə, elə bir ki, biraz indi orada, yəni mən əraziyə görə danışıram, bizim elə bir sağ tərəfimizdə 3 nəfər görsəndi, piyada, belə deyək də, hərbiçi. 3 nəfər hərbiçi göründü. Baxdıq ki, yəni qrup komandiri var idi, şəhid, Allah rəhmət eləsin, Şirinov Kamil. Snayperçini çağırdı, snayperç gəl, nişan al, bax, dedi, bəs məsafə çoxdur, qoy biraz yaxınlaşsınlar. Bizim yanımızda da başqa, elə bir ki, hərbi hissənin
qulluqçuları var, hərbi qulluqçuları qatılmışlar bizə. Onlar dedi ki, bəlkə ola bilsin bizim şeylərdir, sürücülərdir, onların BMP-lərinin sürücüləri. Elə maşınlarda da vurulmuşdu. Bunlar gəlib bizə qoşulmuşlar elə gecə ilə. Bəlkə bizim şeylərdir, azıblar, o tərəfdən bu yüzə gəlirlər, gözlədik. Gəldi, bizə 1 kilometr qalmış. Bir də iri val var idi. Keçdilər, valın arxasına görsənmədilər. Bu barədə biz tabor komandaya məruzə eləmişik ki, filan istiqamətdən 3 nəfər görsənir. Gözləyin, yaxınlaşdırdılar belə. Sonra tezdən məruzə elədik ki, rabitə ilə. Keçdilər, valın arxasına yoxdular. Heç kim heç eləməsin, gözləyin. Rəhmətlik Şirinov Kamil tezdən əlaqəyə çıxdı. İcazə verin, mən gedib oranı yoxlayayım da. Dedi, heç kim heç yer gelməsin, gözləyin. 3-5 dəqiqə gözləyəndən sonra yenə rabitə məndə idi, rabitəçi idim. Seyid Bala rabitəni gətirib, verdim. Bir də əlaqəyə çıxdı ki, bəs tabor komandirine ki, mənə icazə verin, bir 3-4 nəfər gedib oranı yoxlayım. Bəlkə gəlib gecə ilə mövqeyinlərlər, xəbərimiz yoxdur. Tabor komandir qayıtıb 5 nəfər gedin, amma ehtiyatlı olun. Elə 5 nəfər deyən kimi rəhmətlik Kapitan Şirinov, Seyid Bala, Eliyar, Camal, Şamil, gəlin mənə. Durdu, ərazi də bizdən elə bir ki, oraya qədər olan yer boşluqdur. Sadəcə əkin ərazisi şumlanıb, şumluq ərazi, şumun içi ilə qaçırıq. Qaçdıq, vala çatmağa bir 150-200 metr qalmış. Balaca torpaq, elə bir ki, köhnə səngər olub, dolub, bir dənə torpağa qalıb da balaca. Söykəndik, yıxıldıq ora. Mövqeyləndik, biraz əraziyə baxdıq, val gəlir o başdan. Elə bir ki, biz xarabalığın bu biri başındayıq burada, val oradan fırlanır, gəlir xarabalığın bu biri başına birləşir. Xarabalığın başına birləşən yeri də belə ayparada, aval, yoxdur. Gördük, bir nəfər keçdi. Bir nəfər keçən kimi Camal, İsmailov Camal başgizir. Silahını qaldırdı, kapitan şöyle gözləyin. Böyle bir nəfərin dalınca 2, 3, 4, 5, 22 nəfər. Düşmən bir tağıma qədər şəxsiyyəti. Sıraca rabitə ilə əlaqəyə çıxdıq. Tabor komandiri və düşmənin bir tağıma qədər şəxsiyyəti xarabalığın o biri başına manevr edir. Arxamıza keçmək istəyirlər. Tabor komandiri başa düşdüm, qəbul. Rəhmətlik Abbas bəyli Həmidin qrupunu göndərdi o həmin istiqamətə. Ki, bəs mövqeylənin heç kim özünü hədəf göstərməsin. Sadəcə mövqeylərini gözləyin. Kapitan Şirinov da biz uzandığımız yerdən böyle solumuza deyim, bir 100 metr məsafə var idi, səngər var idi. Səngəri də gəlib oraya uzananda, yəni mövqeylənəndə səngəri müşahidə elədik. Boş səngərdir, sarı qurumuş otlar, yəni istifadəsiz səngərdir. Bu qənaətlə yəni, elədik, mövqeyləndik. Kapitan Şirinov mənə dedi ki, sən dur, get səngərin yanına, səngərin üstündə mövqeylən. Elə mövqeylən ki, həm səngərin içini görə biləsən, həm də valın üstündə. Valı üstündə, yəni çoxdan ki, ağaclar var üstündə. Ağaclar bitib 2-3 dənə. Elə mövqeylən ki, həm səngərin içini görə biləsən, həm də valın üstü. Lazım olsa, bunlar buradan çıxıb, həmin ayparaya getmək istəyirlər. O hansı ki, kesik yer var idi. Bunların arxasına çıxıb, həmin ermənilərin arxasına çıxıb, əl qumbarası atıb, çıxıb bunları taramaq. Məqsəd bu idi. Dedim, komutan, bəs onlar çoxdular. Da deyirsən, narahat olma, mən dediyimi elə. Dedim, oldu. Durdum ayağa, çevrildim istiqamətimə, hərəkət edeyim də. Yəni, durdum, istiqamətə çevrilən kimi elə bir tok vurdu məni. Qaldım belə ayaq üstə, yerimi istədim, gedəmədim. Ayaqlarıma baxdım ki, ayaqlarım büküldü yanlara, ikisi də qırıldı. Elə ayaqlarım bükülən, fırlanıb düşdüm sağ tərəfimə belə. 10-15 saniyə heç nə yoxdur, yəni tam rahatçılıqdır. Ondan sonra başladı ağrı. Sümüklər qırılıb ikisi də. Kapitan Şirinov səsini eşitdim ki, sniper çıxın. Sürünə elə bir mənə bir xəttə idik də. Mənim yanımda sürünə çıxdılar bunlar. Bizdən bir 30-40 metr arxada köhnə bir dənə evdir. Daşdır, bir metr yarımıza da hündürlüyü olar. Uçulub qalıb da. Keçdilər, dördü də keçdilər onun arxasına, binanın arxasına. Ki, bura görünür də, sniper. Səngərin içində olurmuş. Sniper orada, maskalanıb otluqda. Həmin boş dediyimiz səngərdə maskalanıb. Görüb ki, mən hərəkət edirəm, orada atəş açmışdı.
Snayperində yaralamaqda məqsədi nədir? Ayaqdan, çiynindən vurmaqda məqsədi nədir? Köməyə gələn heyəti məhv eləmək. Bəlkə də o məqsədlə vurmuşdu. Biz də indi keçdiyimiz təlimlərdən, xidmət yolundan bildiyimiz, yəni yaralıya həmən müdaxilə olunmur. Birinci yaralının mühafizəsi təşkil olunur, sonra bir neytral bir yerə çıxarılır, orada ona müdaxilə, ilk yardım, tibbi yardım göstərilir. Mən qalmışam yerdə, bunlar çıxdılar arxaya. Başgizir İsmailov Camal mənə səsləyir, Kamil mənə səsləyirlər. İkisi də Seyid bala. Əlimi qaldırdım. Yaxşısan? Hə, axı biraz ağrılı, acılı. Deyirəm ki, hə, yaxşıyam. Bir də ayıldım ki, rabitə məndədir. Rabitəçiyəm, vurulmuşam, yerdəyəm. Arxa ilə taborkama əlaqəyə çıxdım ki, bəs rabitəçi vurulub, o birisilər də atış altındadır, düşmən snayperi var. Hardan yaralanmışsan, topuqdan 4-5 barmaq yuxarı, 2 ayağım ikisi də qırılıb. Narahat olma, Seyid olub, bir dəqiqə səni çıxaracaq. Narahat olma, deməli, başa düşdüm, qəbul. Ondan sonra rabitədə eşidirəm. Birinci qrupu çağırırlar, üçüncü qrupa, dördüncü qrupa deyirlər, ora dəstəyə ateş eləyir, neyini. Qalmışam yerdə özüm üçün. İndi ağrı da təbii ki, sümük ağrısı. İstədim ki, fırlanıb özümə jüqut qoyum ayaqlarıma. Yan düşmüşəm, 5 mişok hamısı üstümdə. Yan düşmüşəm, fırlanmaq istədim. Və bir tərəfə bu əlimi altımdan çıxartdım belə, qoydum yerə ki, biraz fırlanıb, yaxamızda jüqutumuz olurdu, FSP-miz olurdu. Dedim, axı, ayağım birini bağlayayım da. Əsas bu idi. İstədim belə fırlanım. Belə bir balaca özümə təkan verdim fırlanmaq üçün, sümüklər dəydi bir-birinə. Əməlli başda, yəni xırtıltını hiss elədim, ağrı daha da şiddətləndi. Qışqırdım, tezdən yerə qaldım elə öz yerimdə. Bir yarım saat, 40 dəqiqə də qalmışam, yəni kömək zad yoxdur, gələn yoxdur da, atışma var. Atışma gedir öz yerində, sadəcə gəlib mənə bir çıxardan bir adam yoxdur. Bir baxı bitər, buradan belə çevrindim, o gəldiyimiz istiqamət gibi, hansı şumluq ərazi idi. Ora baxdım ki, bir 10-12 nəfər şumluğun içində, yəni o deyirlər, indi təlimlərdə zaten bizə öyrədirlərdi, 3 saniyə qalxdım, 1001, 1002, 1003 uzan yerə, snayper atışına görə. Yəni ki, görürəm ki, bunlarda yəni saniyədir, qalxırlar, yatırlar. Elə şumluğun içində düşmən də PK ilə əməlli başlı, yəni əraziyə səpir. Düz qabaqlarına vurur. Uşaqların, yəni mənə köməyə gəlməyə çalışanların baxıram, qabaqlarından toz çıxır. O ki, PK orada çiliyir, bunları vurmağa, düz qabaqlarına deyir, şub. Axı bir yarım saat elə deməm, rahat qaldım orada. Sonra gəldilər 2 nəfər, çatdılar yanıma. Ərazi cəbhə açıldı. Gəlib çatanlar xəttə açılırlar, cəbhə açıldı, tap-tap. Biraz mənə keçdilər qabağa elə bir, sağdan, soldan. Ondan sonra 2 nəfər gəldi mənim yanıma, 5 mişokumu açdılar, çıxartdılar. Götürüb mənə başladılar sürməyə. O sürüyürlər, mən də qışqırıram. Ayaqlar da ki, gəlir də yerdə. İkisi də qırıq, qışqırıram ki, öldüm, narahat olmuş, gətirib həmin o köhnə yax, hansı ki, dedim Şirin o Kamil gedib sürünüb keçdikləri bina ki var, xaraba. Gətirib sökədilər ora məni. Ora gətirib söykən kimi rəhmətli Güvəliyev Eliya hələ otağın içindeydi, çıxdı gəldi. Şalvarın balaqlarını kəsdi, bıçağına ayırdı yuxarıya kimi. Baxdı ki, füsun narahat olmaya, hər şey yaxşıdır, səni çıxaracaq. Bir dənə ayaqlarını sarıq eləyim, səni çıxardacaq. Mən də ağrı zat, sıraca bir iğnə, 2 iğnə, ağrı kəsici deyən təsir eləmir. Deyirəm ki, buna eləyirəm ki, dəymə də, elə belə çıxart məni. Yox, haydi, qan mütləq kəsilir. Mənə də 2 dənə jüqut çatan kimi jüqut atdılar. Biri elə öz jüqutumu çıxarıb bağladı, biri də özünkünü eləyər. Öz jüqutunu çıxartdı, bağladı. Sonra deyir ki, narahat olma, bir dənə sarıq eləyib, səni çıxardacaq. FSP-mi götürdü, açdı. Biri mənim FSP-mi idi, bir də özünkü, öz FSP-si. 2 ayağımı da bağladı. Kapitan Şirinov gəldi yanıma. Mən orada eləyər, mənə yardım eləyə. Kapitan Şirinov gəldi. Canavar, qorxma, yaxşı olacaq. Arxamdan keçdi, elə bir ki, burada mən belə söykənmişəm, sol tərəfimdə. Başladı atış eləməyə. Tap. Bir mağazin boşaltdı, çevrildi, mağazini dəyişdi.
Biraz da dözümlü ol canavar. Bax, hər şey bugün içidir. Bax, gördün? Biraz da dözümlü ol, yaxşı olacaq. Sən gör nə vaxtdan deyə, sən canavarsan belə şey edir mən ki, yəni özümdə olum da, yəni bir şey olum, çox pisləşməsin vəziyyət, şokaza da girməyim, eləməyim. Narahat olma canavar, çiyinmə belə yumruqla vura-vura səni çıxardacaq. Elə bir ki, bunun səsi kəsildi. Çevrildim, baxdım ki, söykənib arxaya burnundan qan gəlir. Kapitan Şirvan. Eliyar qışqırdı. Oradakı Kamil, əlini atdı başının arxasına belə qan, əli qanlı, güllə. Düz kaskanı qutaracağımdan girmişdi. Götürdü, heç nə gözdən yumdu, qaldı orada yanımda. Ondan sonra başladı yenə Eliyar ayaqlarımı sarğı eləməyə. Yenə iynə əlavə yenə iynə vuruldu. Ayaqlarımı bağladılar. İndi gəliblər məni daşımağa. Orada da hələ həmin Eliyar mənə yardım göstərəndə bir ayağımı bağlamışdı. Əlimi çevirdim ki, telefon cibimdə. Telefonu yəni atmışdım cibimə. Söndürüb qoymuşam, çevirdim, yandırdım telefonu. Yandırdım, biraz gözlədim, elə Eliyar ayağımı zadı bağladı. Başladım video çəkməyə, özümə. Eliyarın mənə yardım eləməyini. Bağladılar, ayağımı qutardılar. Ondan sonra mənə çıxartmağa gələndə dedilər, nasılka getirin. 2-3 dənə nasılka var idi. Dedilər, bəs nasılkanı yarallığa aparmışıq. İndi bir-iki nəfərdə məndən əlavə yaralı var idi. Yarallığa aparmışıq, nasılka yoxdur. Eliyar rəhmətlik videoda düşüb. Deyir ki, bəs bu yaralını belə götürmək olmaz da, bunu belə apara bilmərik. Ayaqlar pis gündədir. Bu mütləq uzanmalıdır. Birinci 2 nəfəri götürdülər məni çıxartmaq üçün. 3 nəfər. İkisi bu yanlarımı yapışdılar geyimimdən. Tutdular belə. Biri də ayaqlarımın arasına girdi. Ayaqlarımı qaldıran kimi ayaqlarım sallandı ikisi də. O qışqırıq, nalə. Tezdən qoydular yerə. Onlar birinci götürmək istəyir, ondan sonra Eliyar qoydu. Taxtaları qoydu, bağladı, ondan sonra götürdülər. O üçün 4 nəfərə Eliyar dedi ki, yox, apara bilməyəcək, bunu sıradan çıxaracaq bunu belə. Hər ayağına 1 nəfər girsin, 2 nəfər beylinə, 2 nəfər də qollardan, 6 nəfər. 6 nəfər götürdülər. Allah canına sağ olasın, haqlarını halal etsinlər. Götürüb çıxartdılar mənə arxaya. Hansı ki, o gecə mövqələndiyimiz yerə xarabalığa gətirdilər. Orada elə gətirib yerə qoymuşdular məni. Qalmışam belə özü yuxarı. Bir dənə sumka gətirib qoydular başımın altına. Gördüm, Kapitan Şirvan gətirirlər. Onu gətirdilər, məndən biraz araldı. Uzatdılar yerə, üstünü örtdülər. Qaldı orada. Sonra gəldi. Rəhmətlik Mütəllimov Qəzənfər. Hansı ki, bizə gətirirdi, sursat gətirirdi, yemək, su, belə şeylər. Təminat idi, kvadrosiklinlə. Qəzənfər gəldi, mənə gördü, başladı deməyə, gülməyə. Biraz ki, yəni motivasiya olsun. Götürdülər, axır bitər, mənə yerləşdirdilər. Məndən əlavə də 3 nəfər yaralını yerləşdirdilər, kvadrosiklə çıxartdılar arxaya. Arxaya çıxartdılar, gətirib verirlər sanitarkaya. Sanitarkada çıxartdı asfaltın qırağına, yola, rayon yoluna. Oradan qoydular skoriya. Gətirdilər Əhmədbəyli Qospitalına, birinci. Əhmədbəyli Qospitalına gələndə mən harada saat 12-1 bu aralar. Gəldim, ora çıxdım Əhmədbəyliyə. Oradan sonra ağrıda neçə 2-3 dənə də iynə orada vurdular. Ağrılarım elə ki, sakitləşmir, qalmışam. Hələ həkimi çağırıram, o birisini çağırtdıram, bu birisini çağırtdım ki, mənə aparın da. Ya iynə vurun, yatın mən, ya da ki, mən belə durmayayım burada. Yox, vertolyot gəlir. Saat 7 idi axşamüstü. Vertolyot gəldi. Sıraz elə birinci bizim elədilər, ağrıları yatırtdılar, mindirdilər vertolyota, gətirdilər Bakıya.
Travmatologiya institutuna. Orada da Ağayev Rauf doktor, Allah canını sağ eləsin, travmatolog. O da elə bir ki, getməli idi. Həkimləri yığmışdılar, bir 15-20 dənə həkim fiziologiya aparırdılar ki, orada xəstə çoxdur, vəziyyət ağırdır. Bu güclü həkimlərdən yığırdılar Bakıdan, aparırdılar oraya. Bu da getməli idi, dedi ki, bəs mənim bir yaralım var. Ayın 29-u gəldim, mən bura çatdım, burada bilməm, nəsə iğnə vurdular, narkotik, ağrı kəsici. Vurdular, mən yatdım. Ondan sonra. Səhər ayın 30-u durdum. Doktor elədi ki, bəs mənə bir dənə xəstəm var, ona əməliyyat eləyim, çıxaq. Mənə görə sağ olsun, dayandılar. Girdim əməliyyata. 4 saat, 20 dəqiqə. Əməliyyat, Yelizarov aparatı qoydular ayaqlarıma. Belə. Ondan sonra da bir ay, 2 ay xəstəxanada qaldım. 4 aydakı, yəni ev şəraitində elə aparatlar ayağımda. O üçün 6 ay yarım eləncə yaşadım. Ondan sonra gecələr zəng eləyirdim. O uşaqlar var idi, 2-3 nəfər prostoy telefon var idi, əlaqə saxlamaq üçün götürmüşdülər. Zəng eləyirəm, zəng çatmır, zəng eləyirəm, zəng çatmır. Axır, hamıya da mesaj yazıram ki, imkan olan kimi bilirəm ki, söndürüb edirlər də. Yox, hərəkətdə zaten telefonları söndürürük. Haradasa imkan olur, dayanırıq, biraz açdıq, danışa bildiyimiz kimi idi, ya mesaj yazırdıq, belə bir şey. Hamıya da mesaj yazıram ki, imkan olan ki, mənə əlaqə saxlayın da, axır, nə var, nə yox, necəsinə tərsiz. Zəng eləyirlər, 3 gündən bir, 5 gündən bir danışırdım. Elə bir ki, ayın 19-u səhər durun, yuxu yox idi da, 3 saat, 4 saat maksimum yuxu yatırdım. Hələ ancaq ora zəng, bura zəng. Ayın 19-u səhər yığdım uşaqları, heç kimə zəng çatmadı. Günorta üstü yenə yığdım, yenə heç kimə zəng çatmadı. Axşamüstü zəng edirəm, yenə heç kimə zəng çatmır. Axşamüstü, təbii ki, axşamüstü deyim, saat 9-10, bilirəm ki, gecə qaranlıq düşüb, hərəkət yoxdur, ən azından birinə zəng çatmalıdır. Hamısı mesaj yazmışam, yəni ən azı biri telefonu yandırıb baxmalıdır, mesaja görə, ya mesaj yazmalıdır, cavab yazmalıdır, ya da zəng eləməlidir. Gördüm, yox, heç kimi şey eləmir. Dayanmadım, saat 11-12 kimi ancaq yığıram, təkrar. O elə bir şeydir ki, yəni, adam özü də belə bir ki, havalansın. Zəng elədim, axı biri açdı. Sabit var idi bizdə. Yəni, indi də işləyir. Zəng elədim, açdı bu telefonu, görüm xırıltılı danışır. Komutan, necəsən, nətərsən? Sağ ol, Seyid bala, yaxşıyam. Deyirəm, komutan, nə olub? Heç nə, yaxşıyam. Haradasan? Sanitarikada. Dedim, nə sanitarikada? Bəs yaralanmışam. Qrup haradadır? Qrup haradadır dedim, qrupu soruşdum. Başladı ağlamağa. Ki, qrup yoxdur, qrup qırıldı, nə bilim, belə oldu, falan oldu. Biraz gördü, hələ çatmır axı, sən ki, bu bəlkə şokdadır, nə bilim, nədir. Biraz buna danışdım, elədim, bir özünə gəl, deyəm, bir dəqiqə qulaq as mənə. Nə oldu, nə tər oldu? Kimə nə olub? Başladı ki, nə bilim, İsmailov Camal, Vəliyev Eliyar, Əliyev Kərim, Həşimov Tarzan, Abbas Bəyli Həmid, Elton, hamının sahibi bir dəli oluram. Nə olub onlara? Şəhid olublar. Sən nə danışsan? Quliyev Şəhriyar, Cəbrayıl Sübhan. Bu, dedi, şey oldu. Nətər deyilər, Lora dildə deyildə, baş getdi. Nətər, yəni, onlar, yəni, özü də saydığı adamlar da elə bir şeydir ki, yəni, vallahi, İsmailov Camalı, Cəbrayıl Sübhanı, Vəliyev Eliyarı, özü deyirsən ki, yəni, kim də ölsə, kim də, məsələn, yaralansa da, yəni, şəhid olsa belə, bunlar ola bilməz də, yəni. Bunlar ola bilməz. Qismətdir, qədərdir. Mən həmişə demişəm, yenə deyirəm, Eliyarla mən halallaşa bilmədim, Kərimlə halallaşa bilmədim, hansı ki, orada mənə kömək eləmişlər, yardım göstərmişlər. Sağ qalan yoldaşlar da hamısına halallaşmışam. Yəni, Allah canından sağ eləsin, şəhidlərimizə Allah rəhmət eləsin, hər birinə.
Yəni həmişə deyirəm, hər getmişəm, ziyarət eləmişəm. Yəni belə halallıq istəmişəm. Mən şükür bu günə ki, yəni torpaqlarımız azad oldu. Çirkin, yəni deyir, kim neyinir, özü çeliyir. Pislik yəni özlərinə qaldı. Haqq yerini tapdı. İnşallah ki, bundan sonra Allah'ın izni daha da yaxşı, necə deyərlər, daha da gözəl günlərimiz olacaq Allah'ın izni ilə. Yəni qaldı ki, arada soruşurlar ki, yəni döyüş olsa, müharibə olsa yenə gedərsən, deyirəm, bəli, əhdim var, gedəcəm. Təki Allah, nətər deyim, heç kimə müharibə, yəni heç bir millətə, ölkəyə müharibə göstərməsin, qismət eləməsin. Ona görə ki, ən azından gördük, yaşadıq. Çox analar, çox balalar gözü yaşlı qalır. Müharibə qutarandan bugünə kimi 72 dənə şəhid övladı dünyaya gəlib. Müharibə qutarandan bu yana 72 şəhid övladı, atasız uşaqlar. Allah o günləri bir də bizə göstərməsin. Amma yenə də deyirəm, olmuş olsa, dedik, şərdiməsən, xeyir gəlməsin. Olmuş olsa inşallah əhdim var, yenə gedəcəm. Xeyirlisi Allah'tan. Sağ olun.